Yani insan ömrü boyu Allah'ın hidayetine ihtiyaclıdır. Allah'a doğru giden yol uzun bir yoldur, müxtəlif mərhələlərdən ibarətdir və bu mərhələləri keçmək üçün Allah gərək insanın əlindən tutsun, insana yol göstərsin. Bu bircə dəfə baş verən bir proses deyil ki, Allah yolu insana göstərsin, sonra insan öz başına bu yol getmiş olsun. İnsanın daim Allah'ın hidayətinə, istiqamətləndirməsinə ehtiyacı var. Allah insanı yarattıktan sonra insanla bircə işi var. O da insanı daim hidayət eləmək, istiqamətləndirmək. Bu təkcə insana aid məsələ deyil. Bütün varlıqlar onlar üçün təyin edilmiş yol üzrə hərəkət etməlidirlər. Bütün varlıqların hidayətə ehtiyacı var. Canlı və cansız aləmin. Bitkilər, heyvanlar, yer, göy hamısı onlar üçün müəyyən olmuş istiqamətdə hərəkət etməlidirlər. Və bu Allah'ın hidayəti ilə baş verir. Yeganə varlıq insandır ki, hidayəti qəbul edə də bilər, etməyə də bilər. İnsanın başqalarından fərqi bundadır. Başqaları hidayəti qəbul etməlidir, qeyri-ixtiyari olaraq onlar üçün təyin olunmuş yolda hərəkət edirlər. İnsan istisna olaraq hidayəti qəbul edə də bilər, etməyə də bilər. Başqaları qəbul edib icra edirlər. Quranda Allah bal arısını misal çəkir məsələn. Bal arısı Allah'ın yarattığı qəribə varlıqlardan biridir. Yəni onların maraqlansaz həyatı ilə, yaşayışı ilə, onların necə fəaliyyət göstərməsi ilə sanki bir plan üzrə hərəkət edirlər və bu Allah'ın hidayətidir. Quranda qeyd olunur ki, sənin Rəbbin bal arısına ilham etdi. Yəni Allah bu xüsusiyyətləri onun daxilində qoyub ki, ona lazım olan istiqamətdə hərəkət eləsin. Digər canlıları da Allah misal çəkir. Yer kürəsi, digər planetlər qeyri-ixtiyari olaraq Allah'ın təyin elədiyi istiqamət üzrə hərəkət edirlər. Rabbunəl-ləzi ə'ta kullə şeyin xəlqəhu summə həda. Mənim Rəbbim Həzrəti Musanın dilindəndir bu. Mənim Rəbbim o kəsdir ki, hər şeyi yarattı və sonra hidayət etdi. Yəni bütün hər bir şeydən söhbət gedir. Yaratdıqdan sonra onun istiqamətləndirilməyə ehtiyacı var. Bütün varlıqlar belədir. İnsan isə elə bir varlıqdır ki, istəməsə hidayəti qəbul etmir, istəsə qəbul edir. Bu ixtiyarı istisna olaraq Allah yeganə insana bəxş eləyib. İnsanı hər şeydən fərqləndirən budur. İnsan hidayəti qəbul edə də bilər, etməyə də bilər. Bəs nə mane olur ki, insan hidayəti qəbul eləsin? Hansı məsələ mane olur ki, Allah'ın hidayətindən imtina eləsin insan, o hidayəti qəbul etməsin? Bunun bir cavabı var ki, insanın nəfsi, həvai nəfs deyilən bir məfhum, həvai nəfs insanın nəfsani istəkləridir, meyilləridir. Bizim bağlılıqlarımız, meyillərimiz bizə mane olur. Ona görə bəzən din bizə çətin görünür. Dinə əməl etmək çətin gəlir. Çünki ortada nəfs adlı bir xüsusiyyət var, nəfs-i əmmarə var, nəfsani meyillər var. Onlar mane olur insanın hidayəti qəbul etməsinə. İnsan bu bağlılıqların, bu istəklərin əleyhinə qiyam etməlidir. Meyillərimizlə mübarizə aparmalıyıq ki, hidayətimizə mane olmasınlar. Bu meyilləri necə tanıyaq? Onlarla necə mübarizə aparaq? Bu barədə danışacağıq. Keçən dəfə dedik ki, Allah'ın hidayətinin müqabilində insanın nəfsi dayanır. Nəfs qoymur insanı düzgün istiqamətdə hərəkət eləsin. İnsan yaxşılıqlara doğru hərəkət etməsi üçün gərək pisliklərdən uzaqlaşsın. Bu bir qaydadır. Pisliklərdən uzaqlaşmadan yaxşılıqlara doğru hərəkət etmək mümkün deyil. Biz öz meyillərimizlə, istəklərimizlə mübarizə aparmalıyıq. Dərhal sual yaranır ki, hansı meyillərimizlə, hansı istəklərimizlə mübarizə aparmalıyıq və hansı güclə mübarizə aparmalıyıq? Bu gücü hardan əldə etməliyik?
Özümüzlə mübarizə aparmaq çətin məsələdir. Enerjini, gücü hardan almalıyıq? Və hansı meyllərimizlə mübarizə aparmalıyıq? Hansı meyllərimizlə mübarizə aparmalıyıq sualı meydana gələn kimi cavab budur ki, bu məsələyə gərək Allah yönəltsin insanı. Allah hidayət eləsin. Gərək Allahdan istəyək, bizim özümüzü özümüzə tanıttırsın. Bizim meyllərimizi bizə tanıttırsın. Bunu Allahdan istəyək. Və ikinci mərhələdə güc lazımdır o istəklərlə mübarizə aparmağa. Burada kimə müraciət eləyək? Yenə də Allaha müraciət eləyək ki, eyiblərimizi tanıdıqdan sonra onlarla mübarizə aparmaq üçün gücü də gərək o bəxş eləsin. Elə bu da bir növ hidayətdir. Yəni bizi Allahdan uzaqlaşdıran meylləri tanımağımız üçün Allahın hidayətinə ehtiyaclıyıq. Sonra o meyllərlə mübarizə aparmaq üçün güc lazımdır. Bu gücü də verməsini Allahdan təmənna etməliyik. Bunların hər ikisi hidayətdir. İnsan hər an hidayətə ehtiyaclıdır. Hansı meylimlə mübarizə aparım? Sonra hansı ilə mübarizə aparım? Bunlar hamısı Allahın hidayətinə bağlıdır. Hidayət tələb edir. Allah gərək insanın əlindən tutsun. Allah bizə bildirir ki, sənin eyiblərin hansılardır? Hansı istəklər var ki, səni Allahdan uzaqlaşdırır? Digər tərəfdən axı çətin məsələdir. Elə bilirsiniz, insanın öz əksinə getməsi asan məsələdir. İnsan öz istəklərinə qarşı rahat gedə bilir. Xeyli çətin məsələdir. Və bu çətinliyi asanlaşdıran nədir? Allahın verdiyi güc. Deməli, insan hər an Allaha möhtacdır, Allaha ehtiyaclıdır. Bu bir sirdir Allahla bəndəsi arasında. İnsan gərək özü diqqətli olsun, özü tapsın və bu tapmaqda Allah yardım edəcək. Bizdən tələb olunan diqqətdir. Biz diqqət eləsək, Allah bizə maniyələri tanıtdıracaq, eyiblərimizi tanıtdıracaq. Bizdən tələb olunan diqqətdir. İnsan gərək daxilində bir çox məsələləri həll eləsin. İnsan bir zavoda bənzəyir. Fəzilətlər istehsal eləməlidir. Nur istehsal eləməlidir. Bu istehsal prosesi insan daxilində necə baş verir? İnsan necə fəzilətlər istehsal edir? Bu proses necə baş verir? Bunun yeganə yolu istəklərə yox deməkdir. İstəklərlə mübarizədir. Bir istəyi insan qayçılayırsa, yerində fəzilət çiçəklənir. Bu qaçılmaz bir qaydadır. Harada insan istəyinə yox deyir, istəyini qayçılayırsa, onun yerində düzəlir fəzilətlər, üstünlüklər, gözəl xüsusiyyətlər. Bu insanın yaradılışının qaydasıdır. Heyvan və mələk belə deyil. Heyvan istədiyinə əməl eləyib inkişaf eləyir. Mələk istədiyinə əməl eləyib inkişaf eləyir. Birincisi meyli ota, ələfədir məsələn. Digərinin meyli Allahı zikr etməyədir. Hər ikisi istədiyini edərək təkmilləşir, inkişaf edir. Onlardan mübarizə tələb olunmur. O insandır ki, onun dəyərsiz istəkləri də var. O insandır ki, özü ilə mübarizə aparıb inkişaf eləməlidir. İnsanı insan edən budur. İnsanı insan adına layiq edən bu xüsusiyyətdir. Bu insanın var olmasının fəlsəfəsidir. İnsan buna görə yaşayır və din gəlir bizə proqram təqdim edir. Hansı proqram əsasında biz özümüzlə mübarizə aparmalıyıq? Biz bir ömür çarpışmadayıq, özümüzlə mübarizədəyik və din bunun istiqamətlərini bizə müəyyən eləyir. Allah gərək bizə yol göstərsin ki, hansı istəklə və necə mübarizə aparaq. Allah həm bizi agah edir, həm də enerji verir mübarizə aparmaq üçün. Hər ikisini Allah eləyir. Həm göstərir, həm güc verir. Allahın işi yalnız göstərmək deyil, əlindən tutub aparmaqdır insanı. Həm birbaşa eləyir, həm peyğəmbərləri və imamları vasitəsilə. Məşhur hədis var. Bəlkə çoxlarınız əzbər bilirsiniz, Məhərrəm ayında çox deyilir bu hədis. İnnəl Hüseyn misbahul huda. Hüseyn hidayət çırağıdır. Çırağın işi nədir? İşıqlandırmaq, göstərmək. Yalnız göstərməkmi? Xeyr. Və səfinətün necah və nicat gəmisidir. Təkcə sahili göstərmir, həm də batanları mindirib aparır. Hər iki işi görür. Həm hidayət çırağıdır, yolu göstərir, həm də səfinətün necah, nicat gəmisidir. İnsanın əlindən tutub aparır. Allah
bu işi görür. Hem bize yolu gösterir, hem o yolda irəliləməyimizdə yardımcı olur, əlimizdən tutur aparır. Biz hidayətə ehtiyaclıyıq həmişə. İki cəhətdən. Birincisi, hansı istəklə mübarizə aparaq? Necə mübarizə aparaq? Bu bir. İkincisi, Allahın köməyinə ehtiyaclıyıq. Bu da bir növ hidayətdir. Biz bir addım atırıq, Allah 10 qədəm bizə tərəf gəlir. Növbəti mərhələdə yenə addım atırıq, yenə Allah bizə tərəf gəlir. Yardım göstərir. Qəlbimizə təsir qoyur. Allahdan istəyər isə Allah qəlbimizə qüvvət verir. Allahın övliyalarında da bu xüsusiyyət var. Hələ mən imamları misal çəkmirəm. Bir nəfər alim deyir ki, mən getmişdim Əllamə Bəhaüddinin yanına. İnsanların mənəvi bir problemi olanda gedirlər, bəzən mərifət sahiblərinə deyirlər, onlardan yol istəyirlər. Deyir, bütün yol boyu düşünürdüm, yol boyu fikirləşirdim ki, mənim bu eybim necə əlac eləmək olar? Eybim nə idi? Eybim buydu ki, mən insanların fikrinə çox önəm verirdim. Bu böyük eybdir insan üçün. Yəni, nə deyərlər? Yaxşı iş görəndə insanlardan təşəkkür gözləyirdim. Pis iş görəndə insanların qınağını fikirləşirdim. Yəni, insan məsələsi mənim üçün çox önəmli idi. Cəmaatın mənə necə baxması. Bu məni narahat eləyirdi. Deyir, mən onun yanına getdim, sözümü deməmişdən qabaq, elə mənlə görüşən kimi dedi, bu nə daxı bu qədər önəm verirsən, cəmaat belə dedi, cəmaat elə dedi. Mən deyir, mat heyran qalmışdım ki, mən buna söz deməmiş, bunu hardan bildi və sonra onun yanından çıxanda öz-özümə fikirləşirdim ki, gör necə mərifət sahibidir ki, mənə eybimi göstərdi, bildi yəni. Amma birazdan deyir, mən hiss elədim ki, həmin bu hiss məni tərk eləyib. Yəni, artıq mənim üçün önəmli deyil və o gündən artıq mənim üçün əhəmiyyətli deyil. Onun bir sözü ilə daxilimdə dəyişiklik yarandı. Allah da belədir, Allah öz övliyaları vasitəsilə belə istiqamətləndirir. Həm eybi göstərir, həm də eybi aradan aparmaq üçün güc verir. Bəzən də qəlbə müdaxilə eləyib insanın halını dəyişir, qəlbini səhmana salır. Bütün bunlar Allahın əlindədir. İnsan gərək Allaha tapşırsın həyatını. Allahın hidayətinin ixtiyarında qoysun. Elə olarsa Allah ya günah çıxartmayacaq bizim qabağımıza. Ya günah çıxardanda elə bir güc verəcək ki, o günaha rahat qalib gələcək. Zərbə vurub keçəcək. O deyir, Allah tövfiq versin, müvəffəqiyyət versin. Tövfiq məsələsi çox mühümdür. Allahın tövfiqatı, müvəffəqiyyəti olmalıdır ki, insan bəzi məsələlərdə istiqamət tapa bilsin. Allah insanın həyatını nizama salır. Bəzən bir yaxşı dost göndərir insana. O əlindən tutur, qoymur fəsada tərəf getsin. Bir də görürsən, ruzunu kəsir, fəqirlik verir. Çünki bizi tanıyır, bilir ki, bəzilərimizin əlinə imkan düşəndə günaha tərəf qaçacaq. Və yaxud görürsən, bizim başımızı bir problemə qatır, bir çətinliyə qatır ki, günah eləməyə vaxt tapmayaq. Biz hərdən hikmətini bilmirik. Deyirik, axı niyə belədir? Niyə belədir bu? Düyün açılmır. Onun yüzlərlə məsləhəti ola bilər. Əgər hidayəti Allaha tapşırmısansa, namazda deyirsən, ehdinəs sıratəl müstəqim, bizi doğru yola yönəld, onda imkan ver yönəltsin. Onda imkan ver, mane olma. İşlərini onun ixtiyarında qoy, o tənzimləsin həyatı. Neçə cür hidayət var. Mən çox geniş mövzudur deyə tez-tez keçirəm üstündən. Çünki söhbət çox uzanır. Vaxtınızı almaq istəmirəm. Neçə cür hidayət var. Birincisi nəzəri hidayətdir. Allah eyblərimizi, yolu bizə tanıtdırır. Meyllərimizi bizə tanıtdırır. Nə ilə mübarizə aparmalıyıq? Bunu bizə tanıtdırır. İkincisi qəlbi hidayətdir. Allah bizə güc verir. Tanıtdırdıqdan sonra o pisliklərlə mübarizə aparaq. Bir də var əməli hidayət. O nədir? Allah həyatımızı elə tənzimləyir ki, günaha düşməyək. Yaxud da günaha düşsək, tez qayıdaq ona tərəf. Allah bizi hər gün hidayət eləməsə, biz çoxdan həlak olardıq. Yüzlərlə elə ağır imtihan göndərərdi ki, üzü üstə yerə dəyərdi. Amma görürsən,
rahat imtahanlar verir, bir neçə dənə gün ərzində əlimizdən tutur ki, biz qələbə çala bilək. Yol hərəkəti qaydaları ilə tanışsınız, yəni bəzi nişanlar var ki, deyir ki, qabağa getmək olmaz. Məsələn, yol bağlıdır, olmaz. Gərək, məsələn, sağa dönüb gedəsən. Bəzən nişanlar qoyulur, bəzən isə yola bir maneə qoyulur ki, getmək olmaz. Ki, birdən nişana məhəl qoymasa, o maneə insanın qabağını kəssin. Allah da belə eləyir, bəzən nişanlar vasitəsilə yol göstərir, bəzən qarşımıza maneələr qoyur ki, biz gedə bilməyək. Allahın hidayəti belə bir prosesdir. Hamısı hidayətin növləridir. Biz özümüzlə mübarizə aparmalıyıq və bu mübarizədə Allahın hidayətinə möhtacıq. Bəs nə mane olur? Nə mane olur ki, Allahın hidayəti bizə gəlib çatmasın? Bir daha deyirəm, bizim həvai nəfsimiz, nəfsani istəklərimiz, həmin nəfs mane olur. Qəribə bir məsələdir. Nəfslə mübarizə aparmaqda nəfs sözü bizə mane olur. Nəfslə mübarizə aparmaq üçün hidayətə möhtacıq və bu hidayətin qarşısını nə alır? Nəfs alır. Burada məsələ mürəkkəbləşir. Ona görə bizə deyiblər ki, diqqətli olun. Gündə özünüzü hesaba çəkin. Eyiblərinizi üzə çıxardın. Dua edin, münacat eləyin, Allahın qapısına yönəlin. Nəfs imkan vermir. Çox güclüdürsə, nəfs. Haqq sözü eşit bir insan. Eşidirsə də qəbul eləmir. Bəzi insanlar mən görmüşəm, düz sözü məntiqlə qarşısına qoyursan, 100 dənə dəlil gətirir əleyhinə. Biri var ağılla bəhs eləyən insanla. Bu əla bir şeydir. Elm mübahisə sevir, dəlil sübut tələb eləyir. Biri də var, sən bunu qane eləmisən, nəfsi başlayır dəlil uydurmağa, haqqın əleyhinə. Belə insanlar da var. Görürsən ki, problemi bunun məntiq məsələsində deyil, bunun nəfsani istəkləri mane olur haqqı qəbul eləməyə. İnsan bəzən məhrum olur haqq söz eşitməkdən. Görürsən, deyirsən, gəl filan məclisə, filan dərsə, filan moizəyə, filan xutbəyə, deyir, vaxtım yoxdur. İnanın ki, o vaxtım yoxdur, nəfsdən qaynaqlanan məsələ olur bir çox vaxtlarda. Bəzən doğrudan da vaxtı olmur, Allah da istəyir ki, onu başqa yerdə görsün. Amma bir çox hallarda insanın ləyaqəti yoxdur bəzən haqqı eşitməyə. Ləyaqəti yoxdur, niyə görə? Çünki nəfsani istəkləri çox böyükdür. Və bəzən də qulağına çatır, nəfs imkan vermir qəbul eləməyə. Hey əleyhinə dəlil sübut düzəldir. Bugünkü dünyada təkvirçiləri görürsünüz. Təkvirçi cərəyanları görürsünüz. Görürsünüz, harada dinin düşmənlərinə lazımdır, onlar onlara xidmət göstərir. Qəribə bir şeydir. Az çox dünyanın gedişatından xəbərdar olan insanlar, dünyanın siyasətini görən insanlar anlayır, başa düşür ki, harada İslamın düşmənlərinə xidmət eləmək lazımdır, orada bu Allahu Əkbər deyib qan tökən cinayətkarlar səhnədədirlər. Özü din adı ilə bu cinayətləri törədirlər. Özü deyirsən, niyə başa düşmür? Niyə başa düşmür? Görmürmü ki, kimə xidmət eləyir? Amma görmür. Niyə görmür? Qiyamətdə deyə biləcək ki, mən görmürdüm, neyniyim, bilmirdim. Xeyr, görməyə bir şey mane olur. Bax, həmin o şey nəfsdir, nəfsani istəklərdir. Nəfs imkan vermir haqqa xidmət göstərsin. Din adı ilə haqqa qarşı vuruşur, Əhl-i Beyt məhəbbətinə qarşı, Əhl-i Beyti sevənlərə qarşı ürəyində səbəbsiz kim var? Axtarsan səbəbini də tapa bilməzsən. Səbəbi bunun nəfsinin, bunun ruhunu bərbad eləməsidir. Belə insanları axtarıb araşdırsaz, 100 dənə xəstəlik taparsınız içində. Elə düşünmün ki, bu yazıqlar başa düşmür. Xeyr, Allah soruşacaq, niyə başa düşmürdün? Niyə? Nə qədər çətin idi anlamaq. Başa düşməyib onların təsirinə düşənlər qısa müddətdə qayıdar haqq yola. Amma çox böyük bir ağıl tələb olunmur. Nəsə var ki, mane olur bunlar başa düşsün. Nəyi başa düşmürsən?
Görmürsənmi ki, sən cinayətkarların əlində vasitəyə çevrilmirsən. Harda haqqı hədəfə almaq lazımdır, siz orada meydanda haqqa qarşı vuruşursunuz. Bu, insanın xəstəliyinin göstəricisidir. Bunun içində qəddarlıq var. Baş kəsmə istəyi var, şeytan görün gəlib neynir? Bu istəyə din də onu geyindirir. Bunun içində bu xəstəlik var. Bu qəddar, paxıl insandır. Bu adam öldürməkdən həzz alır. Şeytan gəlir ona din adı qoyur, onda qəribə bir şey baş verir. Cinayəti eləyir vicdan əzabı çəkmədən. Deyir Allah yolundadır. Allah yolunda baş kəsirəm. Şeytan görün hansı hissləri hansı yerə istiqamətləndirir, hansı yerdə hansı xüsusiyyətlərimizdən istifadə eləyir. Gəldilər İmam Cəfər Sadiq əleyhissalamdan soruşdular ki, Bəni İsrailin avam adamları var idi. Alimlər onları aldadırdılar, haqq yoldan azdırırdılar. Onlar məsuliyyət daşıyır, buyurdu, bəli. Onlar da cinayətkardır. Aldanmaq özü də yol verilməzdi. Aldanmısansa səbəbin axtar, içində nəsə xarablıq var ki, yalan söz aldanmısan. Hər aldanmaq başa düşməməzlikdən deyil, bəzən aldanmaq bir çox vaxtlarda insana sərf eləyir deyə insan aldanır. İnsanda hansısa bir əxlaqi çatışmazlıq var ki, insan aldanır. Batil sözü haqq olaraq qəbul eləyir. Nəfs imkan vermir insan hidayət olunsun. Allah da kəsir hidayəti. Əvvəl haqqı göstərir, insan qəbul eləmir. 100 dənə dəlil gətirir əleyhinə. Allah neynir? Allah da göstərmir. Hidayətini kəsir. İmkan vermir qulağı eşitsin. Qulağı haqq sözü eşidə bilmir. Müasir dünyadan danışsaq, qərb dövlətlərinin bir çoxunun bu qədər cinayətlərini görəndən sonra yenə də onun nağıllarına inananlar varsa, bəs vicdan harda qaldı? Nə qədər sübut eləməyə ehtiyac var? Vicdanı niyə öldürmüsən içində? Bu qədər cinayətlər törədirlər, günahsız insanları öldürürlər, onların xeyir duası ilə, özlərini inkişaf eləmiş müasir dünya adlandıranların xeyir duası ilə. Nə qədər bunlar aldanmaq olar? Bunlara aldanan bəraət qazandıra bilər özünə, heç cür qazandıra bilməz. Biz bəzi şeyləri qəbul edirik, çünki nəfsimiz belə istəyir. Yalandan dəlil, sübut düzəldirik. Mən bunu çox oxumuşdum və mən deyim ki sizə, Peyğəmbərlərin dininin əsas məntiqi budur. Get-gedə yaşım keçdikcə, bunu ağsaqqallar bəlkə çox yaxşı bilər, bəzi məsələlər var ki, yaşla insan onları anlayır. Yaş keçdikcə mən bir şeyi başa düşürəm ki, get-gedə. Hərçənd ki, bunu Quran və hədislər deyir, dinin əsas təməllərindən biri budur. O nədir? O budur ki, insanın əqidə seçiminə onun əxlaqi xüsusiyyətləri təsir qoyur. Qəribə bir şeydir bu. Biz elə bilirik ki, əqidə ayrı şeydir, əxlaq ayrı şey. Amma mənəviyyatın insanın əqidəsinin seçiminə birbaşa təsiri var. Bir çox bəhslər elmi bəhslər deyil, insanın içərisindən qaynaqlanır, daxilindən qaynaqlanır. Diqqətlə fikir verirsiniz, görərsiniz ki, ideologiyalar insanların xarakterinə uyğundur. İnsanın seçdiyi ideologiyalar, mənəvi dərəcəsinə uyğundur. Məsələn, bolşevizm özü, mən həmişə fikir vermişəm, paxıl adamlara sosialist ideyaları. Bəzi insanlar təbii ki, o ideyalarla yaşayıb, heç mahiyyətinə varmı? Mən onları nəzərdə tutmuram. Amma bəzən görürsən ki, insanların içində bir paxıllıq var, həsəd var. Zəngin insanları görür, ona qarşı qıcıq yaranır içində. Sinfi mübarizə ideologiyası bu əxlaqi rəzilliyə söykənib. Varlılarla mübarizə, hansı cəmiyyətdə ağıllı insanlar varlılarla mübarizə aparar? Niyə görə mübarizə aparmaq lazımdır? Söhbət haram qazancdan gedirsə, bəli, haram qazanc olmamalıdır. Amma ki, sərvətin özü ilə mübarizə aparmaq bərabərlik adında bunun içində bir əxlaqi həm də bir rəzillik dayanır. Nə qədər də bunu ideoloji rəngə bürüsələr də əxlaqla sıx əlaqəli məsələdir. Bəzi inanclı insanlarda da var, dindarlarda da var. Təəssüf ki. Bir dənə zəngin insan görən kimi qıcıqlanır və başlayır onun əleyhinə danışmağa.
din adı ilə başlayır onu vurmağa. Zahidlik belə gəldi, zöhd, təqva belə getdi. İndi peşman olub biri bir məsələn yaxşı paltar geyinib. Bunun ürəyində ona qarşı həsəd yaranır. O həsədi ifadə eləyəndə demir ki, mənim gözüm səni götürmür. Deyir, Allah belə buyurub, sən belə eləyirsən. Ax, sən nə bilirsən bu onu hardan qazanıb? Niyə görə sən bunu pis istiqamətə yozursan? Düşüncəyə əxlaqın təsiri çoxdur. Mənəviyyatın təsiri çoxdur. Bir tanınmış yazar var. Jurnalistdir, mənim özümlə danışırdı. Onu samvuz tanışsınız. Mən istəmirəm ad çəkim burada. Dedi ki, mən bir dəstə insana qoşulmuşdum. Onların əqidəsi də nə idi, onu da demək istəmirəm. İstəmirəm ki, burada sonra kimsə ona cavab versin. Mən istəmirəm o konkretləşdirim mövzunu. Dedi, mən filan əqidənin tərəfdarları olan insanlara qoşulmuşdum. O düşüncələri zahirən elə bilirdim, bölüşürəm. Sonra deyir, bir müddət onlarla ünsiyyətdən sonra məni vəhşət bürüdü. Gördüm, onlar nə qədər rəzil insanlardı. Və bu mənə səbəb oldu ki, mən onlardan uzaqlaşım. Mən elə bilirdim ki, bu yolu ağlımla, fikrimlə, düşüncəmlə seçmişəm. Amma gördüm ki, bunu seçənlər də ağılları ilə seçməyib. Onların nəfsani istəkləri, mənafeləri gətirib buna çıxardır ki, onlar bəzi şeyləri inkar edir. Və sonra danışdı mənə ki, onlar hardan nə qədər pul alırlarmış, nə inirlərmiş. Və ümumiyyətlə şəxsi insani münasibətlərinə baxdım, gördüm, qorxunc insanlardır. Amma zahirən deyirsən ki, haranın bir cür düşünmək haqqı var. Haqqı var düşünmək haqqı. Amma bu düşüncəyə təsir edən amil nədir? Din bunu qabardır ki, insanların düşüncəsinə onların nəfsani istəkləri təsir qoyur. Ona görə bəzi düşüncələrə görə Allah adamı qınayır. Niyə görə qiyamətdə qınayır? Deyə bilər ki, ilahi mən belə düşünmüşəm, deyil, məni öldürməyəcəksən ki. Deyir, yox, niyə belə düşünmüsən? Axı, niyə haqq gün kimi aydın ola, onu sən görməmsən? Deməli, sənin içində nəsə var, o nəyə göstərəcəklər qiyamətdə bizə? Həyatda bütün səhv baxışlarımızın səbəbini ortaya qoyacaqlar. Səhv baxışlarımızın. Biz görəcəyik ki, səhv baxışlarımız hərəsi bir nəfsani istəkdən qaynaqlanırmış. Bax, maraqlı məsələ budur. Mən sözümü çox uzatmaq istəmirəm. Nəfs insana imkan vermir insan hidayət olunsun. Oyla amansız mübarizə aparın. Xüsusən gənclərə üst tutub deyirəm. Nə qədər ki, o əxlaqi rəzilliklər qəlbinizdə kök salmayıb, onlarla mübarizə aparın. Çox danlayın nəfsinizi. Özünüzdən şübhələnin. Hədisdə var ki, mömin həmişə gecə-gündüz özünə deyər, niyə belə elədin, niyə belə eləmədin? Bütün gün özünü danlayar, özündə nöqsan axtarar, öz nəfsinə xain qonşu kimi baxar ki, hər vaxt ondan bir təhlükə gəlir. Onun qabağını açsaz, nəfsinə mübarizə aparmasaz, bilirsiniz nə edəcək? İbadətlərinizi də təsirinə alacaq. Hər şeyiniz ona xidmət edəcək. Maddi və mənəvi həyatınız onun təsirinə düşəcək. Həlak olacaqsınız. Niyə görə deyirlər, günahdan çox tövbə eləyin? Tövbə eləyin, hər gün tövbə eləyin. Ona görə ki, günah bilirsiniz niyə pisdir? Çünki nəfsin istəyinə uyğun əməldir. Günahın pisliyi bundadır ki, günah nəfsin istəyinə uyğun əməldir. Ona görə göz yaşı tök, çünki günahla düşmənivə yardım eləmisən. Sənin ən böyük düşmənin öz nəfsindir. Günahla düşmənivə yardım eləmisən. Hidayət yolunu bağlamısan. Quran bilirsiniz nə buyurur? Buyurur ki, şeytan öz dostlarına fikir ilham eləyir, vəsvəsə eləyir. Yəni, vəh göndərir şeytan öz dostlarına. Bu elə bilir ki, bunun ağlına gəldi, belə düşünürəm. Sən demə, o buna ilham eləyir. İlham sözünü burada işlətmək düz olmaz. Vəsvəsə eləyir, nəql eləyir o fikirlər onun ürəyinə. Şeytan danışır bunu ilə, halbuki Allah danışmalıydı. Mələklər danışmalıydı. Mələklər yol göstərməliydilər, şeytan yol göstərir. Niyə görə? Çünki Allahın hidayət yolunu bağlayır. Şeytan nəyə istinad edir? Mesajlarını nəyin vasitəsilə ötürür bizə? Şeytan mesajlarını bizim ruhumuza nəfsimiz vasitəsilə ötürür. Nəfs onun istinad nöqtəsidir. Ona söykənir, bizə sözlər çatdırır. Oturub fikirləşir İbn-i Mülcəm, ağlayır. Allahdan istəyir ki, ilahi, qismət elə əlini öldürə bilim. Bax, görürsən?
Allah'tan, Allah Əlinin tərəfindədir. Aliyyum mə'l haqq və haqq mə'ali. Haqq Əli iləndir, Əli haqqınandır. Bəs bu niyə belədir? Bu Allah'tan istəyir ki, kömək eləsin, haqqı öldürsün, haqqın təmsilçisini öldürsün. Niyə? Çünki əyri görür. Niyə əyri görür? Qiyamətdə bəhanə gətirə biləcək ki, mən elə bildim Əli nahaqdır. Yox, nə idi səbəb olan ki, düzü əyri görürdün? Mənim həyatda hər şeyin bir səbəbi yoxdur. Nə idi səbəb olan, nə səbəb oldu ki, düzü əyri gördün? Allah'tan yardım istədin ki, onun dostunu öldürəsən. Kaş adam səhvini başa düşə. Mən gənclərə müraciət edib deyirəm, nə zaman səhvinizi başa düşdünüzsə Allaha şükr eləyin. Böyük neymətdir. Hədisdə var, bir insan günah eləyir. Günah edəndə başa düşsə ki, günah eləyir, Allah onu bağışlayacaq. Çox şey tələb olunmur. Biləsən ki, səhv eləyirəm. Bəzən bu kifayətdir ki, sən bir həddə yaxşı insansan. Amma vay o gündən ki, pis elədin, yaxşı hesab elədin. Pis iş gördün, yaxşı saydın pis işi. Vay o gündən insan cinayət eləyir, elə bilir xeyir iş görür. Nəfs adamı bax bu qədər azdıra bilir. Ona görə amansız olaq. Əli əleyhissalamın gözəl sözü var, bütün sözləri gözəldir. Həmmam xutbəsində ən çox yadımda qalan sözlərdən biridir. Möminləri, təqvalıları tərif eləyərkən belə buyurur. Buyurur ki, çox gözəl vəsf eləyir. Buyurur, axirət üçün nəfsini yorar. Axirət üçün nəfsini yorar, insanları öz nəfsindən arxain eləyər. Nə gözəl xüsusiyyətdir bu. Nəfsini yorar, yəni nəfsinin başına oyun açar. Amansız olar. Ona görə dinimiz gəlir, bütün ictimai mübarizələri kiçik sayır nəfslə mübarizənin qabağında. İnsanlar döyüşdən qayıdır, müsəlmanlar düşmənlə vuruşub gəlirlər, Peyğəmbər qabaqlarına çıxır, deyir, salam olsun kiçik cihadı başa vurub gələnlərə. Təəccüblənirlər. Kiçik cihad nədir? Biz neçə gündür döyüşdəyik, yoldayıq, əziyyət çəkirik, düşmənlə vuruşuruq. Kiçik cihad budursa böyüyü hansıdır ya Resulallah? Buyurur ki, böyük cihad, ən böyük cihad nəfslə cihaddır. Özünü yenməyib, öz daxilində nəfsi məğlub eləməyib, ictimai ədalət haqqında danışan insanlar özlərini və hamını ələ salıblar. Öz daxilində ədaləti bərqərar eləməyən insanlar başqalarına hansı ədaləti bəxş eləyə bilərlər? Onların mübarizəsi də paxıllıqdandır. Baxmayın, hansısa bir adlar qoyublar. Öz daxilini səhmana salmayan insanlar. Rəcəb ayıdır, çox müqəddəs bir aydır. Allah ayıdır, hədislərdə qeyd olunur. Ramazan ayına hazırlıq ayıdır və bu ay elə bu işlər üçündür. Özünüzə xahiş edirəm, vaxt çox ayırın. Bu maddiyyat səs-küyünün içində özümüzü itirməyək, özümüzə qaydaq. Həyat tez sürətlə keçib gedir. Səhvləri düzəltmək üçün Allah fürsət verir. Hər gün bu fürsəti verir. Amma bəzi ayları xüsusi qeyd eləyir. Deyir, bu aylar xüsusi aylardır. İnsanlar bu aylarda özlərinə müraciət eləsinlər. Özləri ilə məşğul olsunlar. Mümkündürsə, gücünüz çatırsa bir gün, 2 gün, 3 gün, nə bilim nə qədər gücünüz çatırsa oruç tutun. Bəzi günlərin xüsusi zikirləri var, istiğfar zikirləri var, dualar var. Ən başlıcası düşünün, özünüzlə tənha qalın, öz eyiblərinizin siyahısını tutun. Zaman azdır, insan öz istəkləri ilə, özü ilə mübarizə aparsın gərək, özünə qarşı getsin. Özdə get-gedə fəza şəffaflaşır, get-gedə hər şey aydınlaşır. Bugün elə bir zamana gəlib çatırıq ki, artıq azan insan, düz yoldan azan insan özünü qınamalıdır. Başqa heç kəsi yox. Axir zamanda qəribə bir sözdür. Bunu deyib sözümü yekunlaşdırım. Axir zamanda insanlardan Allahın gözləntisi çoxdur. Zahirən deyə bilərsiniz ki, axı bizim başımızın üstündə imam yoxdur. Keçmişdəkilər imamlarla, peyğəmbərlərlə yaxın olublar, sözlərini soruşublar. Amma bizdən gözlənti niyə çoxdur? Ki biz imamdan uzağıq, imam qeybdədir. Gözlənti ona görə çoxdur ki, axirət zamanda fəza şəffaf olur.
aydınlaşır hər şey. Möcüzəyə ehtiyac yoxdur, Musa əsanı vursun, dənizə yarsın. Hadisələr elə inkişaf edir ki, haqqı nahaqdan seçmək asanlaşır, şəffaflaşır məsələ. Ona görə bizdən gözlənti çoxdur. İmam yoxdur əvəzində haqq batildən daha tez seçilir. İnanın dünyada cərəyan eləyən hadisələr az qalıb qışqıra-qışqıra fəryad eləsin ki, haqq kimdir, nahaq kimdir. Bütün dünya get-gedə şəhadət verir ki, meydanda kim qalıb, dava kimi iləndir. Bunun hamısı artıq görsənir. Bir daha deyirəm, bütün bu zülümlərdən sonra kimsə həmin o yad mədəniyyətlərin təsirinə düşürsə özünü qınasın artıq. Get-gedə hər şeyin mahiyyətini Allah ortaya qoyur. Biri dedi ki, birine gəlib dedilər ki, Yezid şərab içirdi İmam Hüseynin başını kəsəndən sonra. Dedi, da dilimi şəraba vurmayacağım. Dedilər, niyə? Dedi, bir işi ki, o görüb, mən özümə yaraşdırmıram onu eləməyə. Get-gedə aydınlaşır məsələ. Kim hansı əməl sahibidir, hansı dəyərin daşıyıcısıdır, nə qədər zülümlər görürük, ikili standartlar görürük, lazım olan yerdə ədalətdən danışanlar, özlərinə sərf eləyən yerdə yüzlərlə insanın qırılmasına xeyir dua verirlər, təşviq edirlər, sonra da hansı haqlardan, hüquqlardan danışırlar. Bunlar hamısı insanın əqidə seçiminə təsir qoyur. İnsanın vicdanı varsa, insanın bəsirəti varsa, insanın zərrə qədər ağlı varsa, insan haqqını haqdan seçər. Seçə bilmirsə, deməli ortada bir maniyə var. Həmin maniyə insanın nəfsidir. Nəfs imkan vermir. Kərbəlada necə oldu? İnsanlar bilmirdi İmam Hüseyin kimdir. Deyirdi ki, mənəm, filankəsəm, danışırdı Peyğəmbərin əmmaməsində, əbasında. Bir özünü tanıtdırırdı, mən həmin şəxsəm, bəzilər üz görmüsünüz ki, Peyğəmbər məni qucağında gəzdirirdi və deyirdi ki, bunun qatillərini Allah lənət eləsin. Belə deyirdi. Hamısını izah elirdi, sonra deyirdi, yaxşı sözünüz nədir? Deyirlər, heç nə, səni susuz öldürməyincə səndən əl çəkən deyilik. Dalıyca bilirsiniz nəyə buyurdu? Bax, bu bizim bəhsimizin nöqtəsini qoyur bu gün. Elə bəlkə də bir cümlə bunu desəydim kifayət idi. Amma məcbur oluram izah eləyəm. Bu bir cümlə bəlli eləyir. Buyurur ki, siz o qədər haram yemişsiniz ki, haqq sözü eşitmirsiniz. Görürsünüz, əqidəni necə əxlaqa apardı, bağladı, mənəviyyata bağladı. Sizin haqqı görməyinizdə bir maniyə var, haram tikədir. Haram tikə nədir? Nəfsin istəyinə qulluq eləmək. Ehtiyatlı olun nəfsüzdən. Nəfs böyür bir vəziyyətə qoyur insanı ki, insan da artıq seçə bilmir. Düz nədir, səhv nədir? Haqq nədir, batil nədir? Axırda uşağını qucağına götürəndə deyirlər, niyə görə körpə uşağı apardı? Bəli, südəmər uşağı ona görə apardı ki, ərəbin, əcəmin hamısının qaydası, qanunu buydu ki, südəmər uşağı öldürmək olmaz. 6 aylıq uşağı da onların qarşısına çıxartdı ki, artıq sübut eləsin ki, burada haqq-nahaq davası deyil və kimsə aldanmayıb. 6 aylıq uşağı öldürəndən sonra artıq bir zərrə qədər namusu, qeyrəti, vicdanı olan insan ayılmalıydı ki, axı bu nə baş verir burada? Deməli, sübut edir ki, insanın yol seçimi, cəbhə seçimi, hansısa bir siyasi, əqidəvi mənsubiyyət seçimi insanın mənəviyyatından qaynaqlanır. İnsanın fikir oxu mənəviyyatının təsirindədir. Bu mənəviyyatı istiqamətləndirən, səhv yola yönəldən insanın nəfsidir ki, bu aylarda xüsusən və qarşıdan gələn inşallah Ramazan ayında biz bu nəfsindən mübarizə aparmalıyıq və təkcə bu aylarda yox, hər gün, hər an mübarizə aparıb Allah'tan da bu işdə yardım istəməliyik.